Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Olduqca maraqlı transfer və ayrılıq xəbərləri var. Qarabağ komandası 2 möhtəşəm transfer etmək üzrədir. Bir futbolçu, ulduz futbolçudur. Bir qədər sonra bu barədə məlumat verəcəm. Eyni zamanda Qarabağın əsas heyət üzvlərindən ən əsas futbolçusu deyərdim ki, artıq yol üstədir, Qarabağdan ayrılır. Bununla yanaşı Qarabağ Azərbaycan çempionu olmaq şanslarını itirmək üzrədir. Növbəti dəfə xal itirib. Azərbaycan çempion ola biləcəkmi? Qarabağ şanslar nə qədərdir? Ümumiyyətlə, Qarabağ Çempionlar Liqasına, Avropa Liqasına yoxsa Konferans Liqasına gedəcək. Bu gedişlə bu barədə sizləri məlumatlandıracağıq. Həmçinin Neftçi komandasından da dəyərli dostlar xəbər var. Sona qədər izləsəz olduqca maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Bir-bir sayıb vaxt itirmək istəmirəm. Mən sizi Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm və arzu edirəm ki, edilən dualar, qılınan namazlar, tutulan oruclar qəbul olsun və xalqımızın qədim bayramlarından olan Novruz bayramı münasibəti ilə də təbrik edirəm və ümid edirəm ki, hər gününüz sevinç, şadlıq içində bayram kimi keçəcək. Bu, təbii ki, mənim xalqıma olan arzumdur. Ümid edirəm ki, siz də öz arzularınızı bizə şərhlər bölümündə yazacaqsınız. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın, kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutun. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bildiyiniz kimi Tüngər balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki, dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bu bayram günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. İnanın ki, məcbur olmasaq paylaşım etməzdik. Bizim halımızdan anlayıb dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası yeni transferlər reallaşdırır. İlk öncə bax bu futbolçu haqqında sizləri məlumatlandırmaq istəyirəm. Danilo da Silva kimdir? Bu barədə bir qədər məlumat verim. Dəyərli izləyicilər, Danilo da Silva çox zəngin karyeraya malik bir futbolçudur. Hal-hazırda 26 yaşı var. 1,74 m boyu var. Hal-hazırda 2 milyon avro qiymətində dəyərləndirilsə də onun ötən il 2023-cü ilin sonuna qədər onun transfer dəyəri 7 milyon olub dəyərli dostlar. Braziliyalıdır, São Paulo şəhərində doğulub. Qeyd edim ki, hal-hazırda Glasgow Rangers komandasına məxsus olsa da icarə əsasında Nijmegen komandasında çıxış edir Hollandiyada və yaya qədər Nijmegenlə icarə müqaviləsi var. Uğurlarına gəldikdə bu futbolçu 2 dəfə qol kralı olub, bombardier olub. Hollandiya 2-ci liqasının 2 dəfə qalibi olub və 1 dəfə İsveçrə Liqa kubokunun qalibi olmağı bacarıb. Karyerasına gəldikdə bu futbolçu Korintiyasda başlayıb, daha sonra Vasco da Gama, Santos klublarında çıxış edib və daha sonra Ajax futbol məktəbinə keçid edib. Ajaxdan Twente'yə, Feyenoord'a keçidlər edib, daha sonra Rangers komandasına keçib və indi icarə əsasında Nijmegen klubunda çıxış edir. Qeyd edim ki, bu futbolçu vaxtı ikən bir neçə il öncə gələcəyin ən parlaq ulduzlarından biri olacağı düşünülürdü. Lakin karyerası o qədər də inkişaf etdirə bilmədi və hal-hazırda onun transfer dəyəri 2 milyondur və 26 yaş var. Məncə Qarabağa gəlsə artıra bilər, çünki fərdi keyfiyyətləri çox yüksəkdir və Qarabağa fayda verə biləcək futbolçudur. Qeyd edim ki, danışıqlar hələ ki ilkin mərhələdədir. Daha geniş məlumatı növbəti verilişlərimizdə sizin nəzərinizə çatdıracağıq. Qarabağ komandasının digər transfer etmək istədiyi futbolçu barəsində əvvəllər sizə məlumat vermişdik. Bu Derik Lakerta idi, hansı ki icarə əsasında Baltika klubunda hal-hazırda çıxış edir. Qışda əslində Qarabağa gəlməli idi, lakin Qarabağ komandası ilə müəyyən maaş məsələlərində anlaşılmamazlıq oldu və
menecer də bundan istifadə elədi və Derik Lakertanı Baltikaya icarəyə verdilər. Amma Derik Lakerta Rusiya klubları Avrokuboklara buraxılmasa Baltikada yoluna davam etmək istəmir. Yayda müqavilə başa çatan kimi Qarabağla müqavilə bağlaya bilər. Əgər Qarabağdan daha yaxşı təklif verən olmasa. İlkin razılaşma əldə olduğu bildirilir. Derik Lakertanın yayda Qarabağın düşərgəsinə qoşulacağı gözlənilir. Futbolçu hal-hazırda 1,5 milyon avro qiymətində dəyərləndirilir. Boyu hündürdür, 1,91 m boyu var, 26 yaşı var. Bu futbolçu da Braziliyalıdır. Rio de Janeiro şəhərində doğulub, mərkəz hücumçudur. Sol cinahda və alternativ hücumçu kimi də çıxış edə bilir. Qeyd edim ki, sol ayağı işləkdir ki, bu da Qurban Qurbanovun xüsusilə diqqətini çəkir və hal-hazırda Baltikaya və icarəyə verilsə də onu hələ ki heyətdə görə bilmirik. Nə məsələdirsə, yayda artıq bir-iki aydan sonra müqaviləsi başa çatacaq, amma hələ ki meydana çıxmayıb. Dəyərli dostlar, və Qarabağ azarkeşləri üçün bir üzücü xəbər nəzərinizə çatdırım. Mateusz Kochalski yayda böyük ehtimalla gedəcək. Polşa mətbuatı qeyd edir ki, Lex komandası məhz Qarabağın qapıçısını deməli transfer edəcək. Və Mateusz Kochalski də verilən məlumatda deyilir ki, deməli ölkəsinə getməkdə maraqlıdır. Qeyd edim ki, Lexin hal-hazırda əslində yaxşı qapıçısı var, amma Boris Mrozek bir çox klubların diqqətindədir. Həmçinin Lex komandası onun gedə biləcəyini nəzərə alaraq Polşanın ən yaxşı iki qapıçısından biri Mateusz Kochalskini öz sıralarına qatmaq istəyir. Və qeyd edim ki, hal-hazırda Lex komandası çempionluq uğrunda mübarizə aparır. 1-2-3-cü yerlər 41 xalla. Deməli 41 xallı var və Lex deməli Avrokuboklarda da çıxış edirdi. İndi çempionata daha çox diqqət yetirəcək və məncə artıq çempion ola bilər. Və eyni zamanda həm kubok, həm də Avrokuboklarda mübarizə aparmağın çətin olacağını anlayan Lex rəhbərliyi bildirilir ki, qapı xəttini daha da gücləndirmək istəyir. Hər halda bunu Qarabağın qapıcısı Mateusz Kochalski ilə etmək istəyirlər. Və bu arada elə bu verilişi çəkdiyim bu dəqiqədə bir məlumatı da sizin nəzərinizə çatdırım. Qarabağ komandası Kəpəz komandasına məğlub oldu 1-0 hesabı ilə və Sabahla Xal fərqi 10-a yüksəldi. Və qeyd edim ki, dünən Sabah qələbə qazanmışdı, ona görə də Xal fərqi 10-a yüksəlmişdi. Qarabağın bugün qələbə qazanacağı gözlənilsə də, Xal fərqini azaldacağı gözlənilsə də bu baş vermədi. Kəpəz 1-0 hesabı ilə qələbə qazandı və Qarabağın çempionluq şansları olduqca aşağı düşdü. Qeyd edim ki, ehtiyatda bir oyunu var Qarabağın, Neftçi ilə keçiriləcək görüş, amma o görüşdə qələbə qazanmaq belə Qarabağın çempionluq mübarizəsinə yenidən qayıtmasına kömək etməyə bilər. Böyük ehtimalla artıq Azərbaycan çempionu çox güman ki, Sabah komandası olacaq. Qarabağ komandası Çempionlar Liqasına gedə bilməz o zaman, əgər Qarabağ çempion olmasa. Və Avropa Liqasına getmək üçün də mütləq Azərbaycan kubokunun qalibi olmalıdır və yaxud özü Azərbaycan kubokunun qalibi ola bilməsə, Sabah komandası Azərbaycan kubokunun qalibi olmalıdır ki, Qarabağ komandası Avropa Liqasına getsin. Yoxsa Qarabağ komandası əgər Azərbaycan çempion ola bilməsə, Azərbaycan kubokunun qalibi ola bilməsə və Sabah da Azərbaycan kubokunun qalibi ola bilməsə, o zaman Qarabağ komandası gedəcək Konferans Liqasına. Növbəti verilişimizdə artıq sizə biz komandalarımızın rəqibləri, potensial rəqiblər haqqında məlumatlar verəcəyik bu öz yerində. Sizcə Qarabağ komandası geri dönüş edib çempion ola bilərmi? Qarşıda Sabah oyunlarla xalit edə bilərmi? Qarşıda hələ bir qədər oyunlar var, amma çox az sayılı oyunlar qalıb ki, bu da Qarabağın çempionluq məsələsinə bir qədər kölgə salır. Siz nə düşünürsünüz? Sabah komandası çempion olarsa, Çempionlar Liqasında Qarabağ qədər uğurlu çıxış edə bilərmi? Fikirlərinizi bu barədə də yazın. Mən isə Qarabağ komandasından digər bir xəbəri sizin nəzərinizə çatdırıram. Kamilla Duran, bilirsiniz, Qarabağ komandası da paylaşım etmişdi ki, bəs Kolumbiya millisinə dəvət olunub. Daha sonra bu paylaşım silindi.
Amma artıq məlumdur ki, Kamilla Duran Kolumbiya millisinə dəvət olunmayıb. Artıq siyahı 26 nəfərdən ibarət siyahı açıqlanıb və Kamilla Duran həmin siyahıda yoxdur. Dəyərli dostlar, Neftçi komandası Basala Sambo ilə müqaviləni uzatmaq istəyir. Qeyd edim ki, yayda futbolçu ilə müqavilə başa çatır. Neftçi komandası Basala Sambo ilə daha bir il müqaviləni uzatmaq niyyətindədir və onun xidmətində maraqlıdır. Çünki onun belə deyək, göstəriciləri oyunu Neftçini qane edir. Dəyərli dostlar, bəli, Avrokuboklarda da artıq 4-1 finalçılar bəllidir. 2025-2026 mövsümünün Konferans Liqasının 4-1 finalında Şaxtyor Alkmaarla, Crystal Palace Fiorentina ilə, Rayo Vallecano AEK-lə, Manchester Strasbourgla qarşı-qarşıya gələcək. Dəyərli dostlar, daha geniş Avrokuboklar mövzusunda veriliş çəkəndə sizə təqdim edəcəm. Qeyd edim ki, Avropa Liqasında da artıq 4-1 finalçılar bəllidir, rəqiblər bəllidir. Braga Betislə, Porto Nottingham Forestlə, Freiburg Celta ilə və Bologna klubu Aston Villa ilə qarşı-qarşıya gələcək. Çempionlar Liqasında isə dəyərli dostlar, bax belə bir cütlüklər formalaşır 4-1 finalda. PSG komandası Liverpoolla qarşı-qarşıya gələcək. Real Madrid Bavariya ilə qarşı-qarşıya gələcək. Barcelona Atletico Madridlə, Sporting isə Arsenalla qarşılaşacaq və qaliblər yarımfinala yüksələcəklər. Qeyd edim ki, aprel ayının 9-da və 16-sında bu qarşılaşmalar baş tutacaq Çempionlar Liqasında. Hər halda uğurlar diləyirəm və Çempionlar Liqasının qalibi kim olacaq? Ehtimallar necədir? Onu da sizin nəzərinizə çatdırım. Ehtimallara görə Çempionlar Liqası titulunun favoritlərin siyahısı aşağıdakı kimidir, göstərildiyi kimidir. Arsenal 29,73%, Bavariya 18,33%, Barcelona 15,66%, PSG 11,87%, Real Madrid 9,85%, Liverpool 7,12%, Atletico 4,41%, Sporting 3,03%. Beləliklə, favorit kimi Arsenal göstərilir və Bavariyada bax, bu siyahıda ikinci yerdədir. Hansı ki, Real Madridin rəqibidir. Real Madridin mütləq yolu çox çətindir, 2 ildir. Çempionlar Liqasında çox çətin rəqiblərlə qarşı-qarşıya gəlir son mərhələlərdə. Belə, dəyərli dostlar, bax, bu xəbəri də sizin nəzərinizə çatdırdım. Bu arada Azərbaycan milli komandasının artıq heyəti də açıqlanıb, onu da sizin nəzərinizə çatdırım. Dəyərli dostlar, Azərbaycan milli komandası deməli, FIFA Seriya 2026 turniri üçün heyətini açıqlayıb. AFAN saytına istinadən xəbər verir ki, komanda martın 20-sində Bakıda təlim məşq toplanışına başlayacaq. Milliyə dəvət alan futbolçuların adlarını sizlərə təqdim edirəm. Qapıçılar Səlahiyyət Ağayev, Rıza Cəfərov, Şəhrüddin Məhəmmədəliyev, Aydın Bayramov, müdafiəçilər Cəlal Hüseynov, Anton Krıvaçyuk, Rahil Məmmədov, Elvin Bədəlov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Rəhman Daşdəmirov, Abdullah Rızayev və Qismət Əliyev. Yarım müdafiəçilər Emin Mahmudov, Emil Səfərov, Rəhim Sadıxov, Ayxan Hüseynov, Mustafa Əhmədzadə, Abdullah Haybullayev, Xəyal Əliyev, Aleksey İsayev, Toral Bayramov, Rüstəm Əhmədzadə, Vüsal İskəndərli və hücumçular Rənat Dalaşov, Musa Qurbanlı. Milli komandamıza da uğurlar diləyirəm. Ümid edirəm ki, gələcək oyunlarda bizi qələbələri ilə sevindirəcəklər. Mən isə indilik sizlərlə sağollaşım. Növbəti videoda görüşmək ümidi ilə hələliklərdir.